Bugün Kəlbəcər rayonuna növbəti köç karvanı yola salınıb. Belə ki, daha 27 ailə yenidən doğma yurd yuvalarına qayıdıb, böyük qayıdışın bir parçasına çevrilib. Beləcə, əzəmətli dağların qoynundan boy göstərən azad, abad Kəlbəcərdə sakinlərin ayaq səsləri, körpə qığıltıları çoxalmaqda, bir zamanlar həsrət və intizarla baxdığımız Kəlbəcərə isə həyat qayıtmaqdadır. Şükür Allah'a ki, dövlətimizin qüdrəti nəticəsində siz də digər sakinlər kimi mənzilə sahib olmalısınız. Mən bir daha rəhbəri yazısından sizi təbrik edirəm. Bu böyük yolculuğun təməli isə keçən ilin 21 avqustunda qoyulmuşdu. Məhz bu tarixdə azad olunduqdan sonra Kəlbəcər rayonuna ilk köç karvanı baş tutmuşdu. Azərbaycan dövlətinin Kəlbəcərdə həyata keçirdiyi geniş miqyaslı bərpa quruculuq işləri sayəsində rayonun siması yenidən bərpa olunur. Bina-bina, məhəllə-məhəllə inşa edilir. Müasir infrastruktur layihələri, yeni salınan yollar və tünellər, inşa edilən yaşayış massivləri rayonun simasını tamamilə dəyişir. Aparılan bu cür geniş miqyaslı və sürətli bərpa quruculuq işlərinin yekununu isə İndidən təxmin etmək heç də çətin deyil. Kəlbəcər regionun ən müasir və turistik güşələrindən birinə çevriləcək. Məhz bugünkü tarixdə növbəti 30 ailənin ata-baba yurdlarına qayıtmasının isə həm də bir başqa simvolik mənası var. Bu tarix bizə heç də uzaq olmayan keçmişdən, 90-cı illərin o qan qadalı, ədalət aykırtılarımızın bütün dünyaya səs saldığı günlərdən tanışdı. Kəlbəcərin işğalı nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Əlbəttə, geriyə baxanda 1993-cü ilin 2 apreli ilə müqayisədə 2020-ci ilin 27 sentyabrından başlayan haqq savaşımız, Şuşa zəfərimiz, Qarabağ zəfərimiz, eləcə də həmin ilin 25 noyabrında Kəlbəcərin əzəli və əbədi sahiblərinə qayıtması tarix olaraq bizə daha yaxındır. Amma müstəqillik əldə etdikdən sonra başımızın üstünü alan qara buludlardan, Xocalda, Ağdabanda, Başlevədə çəkdiklərimizdən sonra yaxşı bilirik ki, tarixi heç bir halda unutmaq və unutturmaq olmaz. Bugün o cümleden ona göre tarihi bir gündür ki, bugün ülkemizin en büyük rayonu olan Kəlbəcər ve onun Kəlbəcər şəhəri artıq canlanır, həyat qayıdır ve əminəm ki, siz burada rahat yaşayacaqsınız, siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə yaşamışsınız. Çadırlarda, uygunlaştırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda, müxtəlif yerlərdə, amma həyatınız çox ağır olub. Və bugün bax, bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub yaratmışıq. Bugünün Qarabağı sülh və tərəqqi şəraitində yaşamaq üçün qurulur, dirçəlir, abadlaşdırılır. Böyük Qarabağ zəfərinin memarı Prezident İlham Əliyev həm də azad olunduqdan sonraki bərpa proseslərinin, eləcə də Azərbaycan və Ermənistan arasındakı qurulmaqda olan sülhün yaradıcısı və memarıdır. Beləcə həm hərb, həm infrastruktur, həm də diplomatiya meydanında qazandığımız zəfərlərin fonunda 2 aprel tarixini həm də dirçəliş və doğma ocağa, yurd yuvaya dönüş kimi qeyd edirik. Bu isə şübhəsiz Azərbaycan xalqının sarsılmaz iradəsinin, eləcə də səbrinin təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu böyük missiya Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirir. Məhz bu siyasətin ən bariz nəticələrindən birini Kəlbəcərin bugünkü siması ilə görürük. Kəlbəcər artıq intibahın, tərəqqinin və böyük qayıdışın ən işıqlı mərkəzlərindən biridir. İşığımız sönməsin. Nihat 1, Səbuy Sadiq, Report.